İmam Məhəmməd Baqir əleyhissalam bilirsiniz ki, yeganə şəxsdir ki, kiçik yaşlarında Kərbəla müsibətində, əhvalatında orada iştirak edib. Təxminən 5-6 yaşlarında olmuş bir uşaq idi. Şahid olubdur Kərbəla hadisəsində və atası Əli ibn Hüseyn əleyhissalamdan, yəni İmam Səccad əleyhissalamın balasıdır və ondan sonra imamətə çatıbdır. Həzrət Peyğəmbər əleyhissalam Cabir ibn Abdullah'a bir vəsiyyət eləyir. Cabir ibn Abdullah da bilirsiniz ki, Həzrət Hüseyn əleyhissalamı ziyarət eləyən ilk şəxs olubdur ki, Ərbəyində gəlib Həzrət Hüseyn əleyhissalamı ziyarət eləyib və təxminən 150 ilə qədər yaşayıbdır, ömrü olubdur. İndi müxtəlif 120 deyən var, 160 hər nəsə. Cabir ibn Abdullah İmam Məhəmməd Baqir əleyhissalamı görür və ona Həzrət Peyğəmbər əleyhissalamın salamını söyləyir. Buyurur ki, ey Məhəmməd, İmam Məhəmməd Baqir əleyhissalama xitab edir ki, Peyğəmbər mənə buyurdu ki, ey Cabir, sən o qədər yaşayacaqsan ki, adımdan, nəslimdən və mənim evladım olan Məhəmməd Baqir ulumul elm olan bir şəxsi görəcəksən, məndən ona salam söyləyərsən. Ulumul Baqir, yəni elmi yaran, yəni Baqirul ulum, yəni elmi parçalayan bir ləqabı almışdır İmam Baqir əleyhissalam. Əsl adı Məhəmməd idi ki, Peyğəmbər əleyhissalamın adı ilə və hətta buyurmuşdu ki, ey Cabir, onun mənə də oxşarlığı var. Həzrət İmam 57-ci Hicri təqvimində Mədinə şəhərində dünyaya gəlib və Mədinə şəhərində də dünyasını dəyişibdir. Həzrətin ömründə təxminən 5 xilafət məqamında əyləşən Bəni Ümeyyə nəslinin nümayəndələri olubdur.